Yaxşı. Toplu 2019 uşaqlar ikinci hissə 2 qat və yarım arqumentdə 121 və sonraki suallar işləyirik də. 121-ci sual. Deyir ki, sinus 2 alfa bərabərdir mənfi 3/1 olarsa 3 tangens kvadratı 3 pi bölək 4 çıxaq alfa. Bunu hesablamaq lazımdır. 3 pi bölək 4 çıxaq alfa. Bu nə deməkdir? Bu tangensin düsturu yəqin ki yadınızdadır. Tangens kvadratı alfa bərabərdir 1 çıxaq kosinus 2 alfa 1 üstə gələk kosinus 2 alfadır. Düzdürmü? Həmin düsturdan istifadə edirəm. 3 burada durur, bərabərdir. Bu 1 çıxaq kosinus, bunun 2 qatı, yəni 3 pi bölək 2 çıxaq 2 alfa. Burada da 1 üstə gələk kosinus 2 qatı, yəni 3 pi bölək 2 çıxaq 2 alfa da bu edir. Çevirmə düsturunu tətbiq eləyirik, 3 vuraq. Kosinus 3 pi bölək 2 çıxaq alfamız 3-cü rübdədir, mənfidir. Yəni üstə gələk sinus 2 alfa eləyir. Bu da 1 çıxaq sinus 2 alfa eləyir. Sinus 2 alfada 3 vuraq. 3/1 olduğu üçün birincidə 1 çıxaq 3/1. Burada da 1 üstə gələk 3/1 eləyəcək. Bu da bərabərdir. 3 vuraq. Birincisi 3/2 eləyir. Aşağıdakı da 3/4 eləyir. Bu da 3 vuraq 2/1, 2/3 və ya 1/5. Biriniz yoxlayın. Kim idi yoxlayan? Cavab kartı yoxdur, nəzrin yoxdur. Hə. Yaxşı, keçirik. Yəni 2/3 və ya 1/5 olmalıdır. Keçirik 123-ə. 123 belədir uşaqlar. Deyir ki, bərabər yanlı ABC üçbucağında AB AC-yə bərabərdir. AB AC-yə bərabərdir. Və tangens alfa, tangens bucağa bərabərdir 4/3 olarsa, tangens bucaq B-ni tapın. Bu dövrünün çox yaxşı suallarından biri olub. Tangens bucaq A bərabərdir. Bax, buradan misal üçün deyək ki, tangens bucaq B-ni soruşur, C-dən endirir. C-dən yan tərəfə bir perpendikulyar endirirəm. Baxın bura. Tangens bucaq A uşaqlar. Bax, bu A bucağı buradır. Baxın, A bucağının qarşısındakı katetin bitişik katetə nisbətidir. Bu o deməkdir ki, bura 3K-dır. Burada 4K-dır. Düzdürmü? 3K, 4K. Qarşıdakını. Yan tərəf neçə olur onda? 5K da bura olur uşaqlar. 5K olanda burada 5K, deməli burada K-dır. Bizdən isə tangens bucaq B-ni soruşur. Bax, bu bucağın tangensini. Bu isə qarşıdakı katetin bitişik katetə, bu da 3K bölək K bərabərdir 3 elədir. Yaxşı, 125-ə baxaq. 125 belədir. Deyir ki, sinus üstü 6 alfa üstə gələk kosinus üstü 6 alfa bərabərdir 8/7 olarsa 3 kosinus 4 alfa nəyə bərabərdir? Müxtəsər vurma düsturundan istifadə etməliyik. Bu sinus kvadratı alfanın kubu üstə gələk kosinus kvadratı alfanın kubu demək. Bərabərdir 8/7. İndi isə açıram. Sinus kvadratı alfa üstə gələk kosinus kvadratı alfa. Burada isə sinus üstü 4 alfa çıxaq sinus kvadratı alfa kosinus kvadratı alfa üstə gələk kosinus üstü 4 alfa bərabər eləyir 8/7-yə. Bu 1-dir, getdi. İndi bunu neyinirik? Bax, bu mötərizənin içini isə yazıram ki, sinus kvadratı alfa üstə gələk kosinus kvadratı alfa mötərizə kvadratı çıxaq 3 sinus kvadratı alfa kosinus kvadratı alfa bərabərdir 8/7. Niyə? Açanda görün düz gəlir uşaqlar. Açılışda 2 sinus kvadratı alfa kosinus kvadratı alfa eləyir. Bundan da 3 çıxanda mənfi sinus kvadratı kosinus kvadratı. Bu da 1 elədi mi? Bu da elədi 1 çıxaq. Bunu da yazıram 4/3 vuraq. 4 sinus kvadratı alfa kosinus kvadratı alfa bərabərdir 8/7-yə. Düzdür? Bunu da belə yazıram. 1 çıxaq. 4/3 vuraq. Bax, bu da 2 sinus alfa kosinus alfa mötərizə kvadrat bərabərdir 8/7 eləyir.
Bu isə uşaqlar 1 çıxaq 4-də 3 vuraq. Sinus kvadratı 2 alfa edir. Bərabərdir 8-də 7. Buradan da alırıq ki 4'də 3 sinus kvadratı 2 alfa bərabərdir 1 çıxaq 8'də 7, yəni 8'də 1 edir. Düzdürmü? Çox gözəl. İndi 4'də 3 qalanını buradan yazıram. 4'də 3 vuraq. Dərəcəni aşağı salma düsturundan istifadə edəcəm burada. 4'də 3 vuraq. 1 çıxaq kosinus 4 alfa bölə 2 bərabərdir 8'də 1 edir. 8'də 1. Bu isə 3 çıxaq 3 kosinus 4 alfa bölə 8 bərabərdir 8'də 1. 8'lər gedir. 3 çıxaq 3 kosinus 4 alfa bərabərdir 1'dir. 3 kosinus 4 alfa isə bərabərdir 3 çıxaq 1, yəni 2'dir. Cavab 2 idi. Növbəti 127-ci çalışma. Görək 127-də nə deyir? Uşaqlar belə bir şey yazır. 127 sinus alfa bölə 2 bərabərdir 2'də 1 olarsa 2 sinus alfa üstə gələk sinus 2 alfa. Burada da 2 sinus alfa çıxaq sinus 2 alfa ifadəsinin qiymətini tapın. Deməli, yazıram 2 sinus alfa, 2 qatın da düsturunu açıram. 2 sinus alfa kosinus alfa. Burada da 2 sinus alfa çıxaq 2 sinus alfa kosinus alfadakı bu elədir. Bərabərdir. 2 sinus alfanı mötərizə xaricinə çıxardıram. Burada 1 üstə gələk kosinus alfa. Burada da 2 sinus alfanı çıxardığımda 1 çıxaq kosinus alfa da bu elədir. 2 sinus alfalar getdi. Kosinus alfa bölə 2'miz başqa bir şərt verməyib ki, 2'də 1 ilə bağlı 127 idi elə. Başqa bir şərt verməyib heç nə. Neyniyək onda? Onda belə eləyək. Bu bərabərdir. Bu eləyir uşaqlar 2. Bax, 1 üstə gələk kosinus alfa. Burada da 1 çıxaq kosinus alfa eləyir. Düzdürmü? Bu da kotangens kvadratı alfa deməkdir. Bu gördüyünüz kotangens kvadratı alfa bölə 2 deməkdir. Bu da bərabərdir uşaqlar. Bu da bərabər. Bilirsiniz ki 1 üstə gələk kotangens kvadratı alfa bölə 2 bərabər 1 bölə sinus kvadratı alfa bölə 2 deməkdir. Onda deməli bunun əvəzinə də yazırıq ki 1 bölə sinus kvadratı alfa bölə 2 çıxaq 1 kimi. Bu da bərabərdir. 1 bölə sinus kvadratı, yəni 4'də 1 çıxaq 1 kimi. 4 çıxaq 1, bu da 3 eləməlidir. Düzdür mü nəzrim biz ona bax. Yaxşı, növbətiyə keçirik. 129. 129 belədir uşaqlar. Uyğunlaşmadır. Birincidə yazıb ki, kosinus alfa bərabərdir 3'də 1'dir. İkincidə yazıb ki, kosinus alfa bərabərdir 5'də 4'dür. Üçüncüdə də yazıb ki, kosinus alfa bərabərdir 2'də 1'dir. Kosinus kvadrat alfa bölə 2 və s. beləxlə. İndi neyniyək? Deməli, burada kosinus kvadratı alfa bölə 2 bərabərdir 1 çıxaq kosinus alfa bölə 2 deməkdir. Bu da yorucu bir şeydir. Bu da 1 çıxaq 3'də 1 bölə 2. Bu da 3'də 2, 3'də 1 bu elə. Deməli. Yoxsa sinusu mu yazdım? Qoy buna sinus kvadrat eləyək. Sinus kvadrat yorucudur, yəni fikrim dağıldı. Kosinus kvadrat alfa bölə 2 isə bu 1 üstə gələk kosinus alfa bölə 2'dir. Bu isə 1 üstə gələk 3'də 1 bölə 2. Bu da 3'də 2 elədir. Onda tangens kvadratı alfa bölə 2 isə 3'də 1 3'də 2'yə böləndə 2'də 1 mi eləyir? 2'də 1 də bu eləməlidir. Bu birincisi. Bax, hamısını bunun hesablamaq lazımdır. Keçirik ikinciyə. Deməli, ikincidə sinus kvadratı alfa bölə 2. Bu 1 çıxaq kosinus alfa bölə 2 deməkdir.
Bu da 1 çıxaq 5-də 4 bölə 2. O da 5-də 1 eləyir. Deməli 10-da 1 bu elədir. Kosinus kvadratı alfa bölə 2 də 1 çıxaq sinus kvadratı demək olar. Bu da 10-da 9 elədir. Qoy bununla belə hesablayaq. Onda tangens kvadratı alfa bölə 2 də bu bölək, bu 9-da 1 də bu elədir. Yaxşı. Keçirik üçüncüyə. Sinus kvadratı alfa bölə 2 1 çıxaq 2-də 1 bölə 2-dir. O da 4-də 1 elədir. Kos kvadratı da bərabərdir alfa bölə 2. 1 çıxaq sinus kvadratında, yəni 4-də 3-dür. Onda tangens kvadratı alfa bölə 2 isə 3-də 1-ə bərabərdir. İndi başlayaq. 1, 2, 3. Görək nə deyir. Deməli, belə deyir. Kosinus kvadratı alfa bölə 2 A-da 4-də 3-dür. Varmı elə bir şey? Hə, üçüncüyə aiddir. A. Sinus kvadratı 3-də 1-dir. B. B 1-ə aiddir. Sonra tangens kvadratı 2-də 1-dir. O da 1-dirmi? C 1-ə aiddir. Tangens kvadratı 9-da 1-dir. D 2-yə aiddir. Kotangens kvadratı da 3-dür. O da 3-ə aiddir. Deməli, Y də 3-ə aiddir. Keçək açıq suallara, ətraflı yazı. Bunu da silirəm də. Yer biraz çox olsun. Yaxşı. 131 nömrəli çalışma. Deyir ki, K parametrin hansı qiymətində kosinus üstü 6 vuraq, kosinus üstü 6 4x üstə gələk sinus üstü 6 4x bərabərdir 1 çıxaq 6 bölək k sinus kvadratı kx bərabərliyi eyni olar, eynilik olar. Baxaq, bunu bax bu ifadəni kvadratın kubu kimi yazıram. Kosinus kvadratı 4x-in kubu üstə gələk. Sinus kvadratı 4x-in kubudakı budur. Bunun açması nədir? Kosinus kvadratı 4x üstə gələk sinus kvadratı 4x. Burada da kosinus kvadratı 4x çıxaq. Kosinus 4 daha doğrusu 4x. Kosinus kvadratı 4x, sinus kvadratı 4x üstə gələk sinus 4 4x edir. Bu da bərabərdir. Bu 1-dir, getdi. Bu birisini nə yaza bilərik? Yaza bilərik kosinus kvadratı 4x üstə gələk sinus kvadratı 4x mötərizə kvadratı çıxaq. 3 sinus kvadratı 4x kosinus kvadratı 4x. Bu da yenə 1 eləyir uşaqlar. Bu da 1 çıxaq. Bunu da 4-də 3 vuraq. Belə eləyə bilərik. 2 sinus 4x kosinus 4x kvadratı. Bu da bərabərdir uşaqlar. 1 çıxaq. 4-də 3-ü də 8-də 6 yazıram. 2-yə vururam 4-ü də 3-ü də. Bu da sinus kvadratı 8x eləyir. Düzdürmü? Deyir nə zaman 1 çıxaq 6 bölək k sinus kvadratı kx-la eynilik olar sizcə? K bərabərdir 8 olan. 133-ə baxaq. Bu da ona oxşardı uşaqlar. 133-də. Deyir ki, K parametrin hansı qiymətində? Kosinus 6 4x çıxaq. Sinus 6 4x bərabərdir. Kosinus kx vuraq. 1 çıxaq 2 bölək k. Sinus kvadratı kx bərabərliyi eynilik olar. Burada da gəlin müxtəsərdən istifadə edeyim. Yazıram ki, kosinus kvadratı 4x-in kubu çıxaq. Sinus kvadratı 4x-in kubu. Bu bərabərdir. Kosinus kvadratı 4x çıxaq sinus kvadratı 4x. Burada da kosinusdu 4. 4x üstə gələk kosinus kvadratı 4x sinus kvadratı 4x. Üstə gələk sinusdu 4 4x da bu eləyir. Bərabərdir. Bu kosinus 8x-dir. Kosinus 8x. Bu birisi isə uşaqlar 1
1 yox, daha doğrusu. Kosinus kvadratı 4x üstə gələk sinus kvadratı 4x çıxaq. Mötərizə kvadratı çıxaq. Deməli, sinus kvadratı 4x, kosinus kvadratı 4x eləyir. Görün, düzmü dedim? Açmada burada 2, sinus kvadrat 4x, kosinus kvadrat, onunla da gedəndə 1 dənəsi qalır. Onda nə olur? Kosinus 8x vuraq, 1 çıxaq. Bunu da 4'də 1 vuraq, 4. Sinus kvadratı 4x, kosinus kvadratı 4x eləyir. Bu da bərabərdir. Kosinus 8x vuraq, 1 çıxaq 4'də 1, 2 kosinus 8, 4x, sinus 4x mötərizə kvadratı kimi yazmaq olar. O da bərabərdir. Kosinus 8x vuraq, 1 çıxaq. Bunu da 8'də 2 eləyirəm 4'də 1'i. Sinus kvadratı 8x eləyir. Bu da deyir, nə zaman kosinus kx vuraq, 1 çıxaq 2 bölək k, sinus kvadratı kx olar sizcə. Bəli, k bərabərdir 8 olanda. 135'ə baxaq. 135'ə. 135'də belədir uşaqlar. Deyir ki, kotangens alfa bölək 2 bərabərdir 3 olarsa, sinus alfa üstə gələk 2'də 1 sinus 2 alfa, sinus alfa çıxaq 2'də 1 sinus 2 alfa ifadəsinin qiymətini hesablayın. Bu bərabərdir. Sinus alfa üstə gələk. Bunun ikisindən bu 2 gedir. Sinus alfa, kosinus alfa. Burada da sinus alfa çıxaq. Sinus alfa, kosinus alfa da bu eləyir. Sinus alfanın mötərizə xaricinə çıxardırıq. Sinus alfa, 1 üstə gələk kosinus alfa. Burada da sinus alfa, 1 çıxaq kosinus alfa da belədir. Sinus alfalar gedir. 1 üstə gələk kosinus alfa bölək, 1 üstə gələk çıxaq kosinus alfa bölək. Kotangens kvadratı alfa bölək 2 demək. Bu isə 9 elədir. 137'yə baxaq. 137 görək 137'də nədir? Deyir ki, kosinus alfa bərabərdir 5'də 3 və 0 kiçikdir alfa kiçikdir pi bölü 2 olarsa, bunu çox rast gəlib sizə və rast da gələcək. 45 dərəcə üstə gələk alfa bölək 2 bölək 3. Bunun qiymətini tapın uşaqlar. Bu yadınızdadırsa, bax, tangens kvadratı belə olmalıdır. 1 çıxaq kosinus, bunun 2 qatı, yəni 90 dərəcə üstə gələk alfa. Burada da 1 üstə gələk kosinus, bunun 2 qatı. Bu düsturdur da tangens kvadratı alfa bölək 2, bu 1 çıxaq kosinus alfa, 1 üstə gələk kosinus alfa. Həmin şeydən istifadə edir. 2 qatı da 90 dərəcə üstə gələk alfa edir. Bölək 3. Bu da bərabərdir. Çevirmə düsturuna görə bu eləyir 3 buradadır. 1 üstə gələk sinus alfa, 1 çıxaq sinus alfa. Buradan da biz sinus alfanı tapa bilərik. Birinci rübdü deməli 5'də 4'də bu eləyir. Birbaşa şifahi tapmaq olar. Onda bu nə olur? 1 üstə gələk 5'də 4, 1 çıxaq 5'də 4, bölək 3. Bu da bərabərdir. Yuxarıda 5'də 9, aşağıda da 5'də 1, bölək 3. Bu isə 9 bölək 3, gümanam 3 eləməlidir. Gördünüzdürmü? 139. 139, bu deyəsən bu bənd üçün sonuncudur. Görək nə deyir uşaqlar? ABC üçbucağının daxili oblastından BT tənböləni çəkilmişdir. Daxili oblastından BT tənböləni nədir? Yaxşı, daxili oblastdan çəkilir də tənbölən. Qoy görək bu nədir? ABC, bizə dəqiq şəkili çəkir. BT tənböləndir. Çox gözəl.
Tənbölən üzərində qeyd olunmuş K nöqtəsindən AB tərəfinə perpendikulyar çəkilir. Hə, K nöqtəsindən, bax bu K. AB tərəfinə KY. Belə. BC tərəfinə isə KF. Perpendikulyar çəkilir. Aha, bunlar bir-birinə bərabərdir. Kosinus bucaq ABC. Mənfi 25-də 7 və KY də bərabərdir 8 olarsa BF-i tapın. Maraqlıdır, görək düzmü demişik. Bir daha oxuyum. Tənbölən üzərində qoyun K nöqtəsindən AB tərəfinə KY, BC tərəfinə isə KF perpendikulyarlar çəkilmişdir. Baxaq. KY 8, hə, AB-yə KY idi, elə. Bu birisi də KF. Qoy bir də oxuyum. KY, BC, hə. KY 8-dir. Bura 8-dirsə, burada 8-dir avtomatik. Niyə? Çünki bu iki dənə düzbucaqlı üçbucaq bir-birinə hipotenuz və iti bucağına görə bir-birinə bərabərdir. O cümlədən bu da buna bərabərdir. Yaxşı, KY 8, kosinus ABC. Belədirsə, nəyi tapın deyir? BF-i, BF-i. Bax, buranı, eləmi? X-i. BF ilə ikisi də eyni şeydir. Bax, buna alfa desək, bura alfa bölə 2 uşaqlar. Düzdürmü? Deməli, onda alfa bölə 2-dir. Bu 8-i niyə verir? Bunu başa düşənmədim. KY 8-dir, eləmi? Yaxşı bildik. KF də 8-dir. Bunu da bildik. X-i tapaq da. Kosinus 2 alfa bərabərdir. 1 çıxaq tangens kvadratı alfa. Bölək 1 üstə gələk tangens kvadratı alfa düsturu yadınızdadırmı? Xüsusi düstura. Buradan da deyirəm ki, tangens 2 alfa, hə. Bax, burada hesab eləyək ki, alfa burada, alfa buradır. Burada 2 alfa eləyir də onda. Onda tangens alfa nəyə bərabər olur? 8 bölə x eləyir uşaqlar. Bu kosinus da verir ki, mənfi 25-də 7-dir. Və salam da, onda 1 çıxaq 64 bölə x kvadratı. Burada da 1 üstə gələk 64 bölə x kvadratı bərabərdir mənfi 25-də 7. Görək alınırmı, yoxsa səhv elədik. Qoy sol tərəfi silim, yerimiz biraz meydan geniş olsun. Deməli, onda elə birbaşa ümid eləyirəm ki, düsturu düz yazdıq. X kvadratına vuranda sürətlə məxrəci. X kvadratı çıxaq 64, x kvadrat üstə gələk 64 da bu elədir. Bərabərdir mənfi 25-də 7. Bunu bura vuranda deməli nə olur? Mənfi 25 vuraq x kvadrat çıxaq 64. Bərabərdir 7 vuraq x kvadrat üstə gələk 64-də. Yaxşı, 25 vuraq 64 çıxaq 25x kvadratı bərabərdir. 7x kvadratı üstə gələk 7 vuraq 64-də. Onda bu yüzü adladanda 25 ilə 7-ni toplayanda 32 mi eləyir? 32x kvadratı bərabərdir. Onu da bəri keçirdirəm. 25 çıxaq 7 vuraq 64-də. Düzdür? Onda 32x kvadratı bərabərdir. 25-dən 7 çıxanda neçə eləyir? 18 vuraq 64. 32 ilə də bu gedir. X kvadratı bərabərdir 36. X bərabərdir 6-dır maşallah. X də bax bu idi. Görə 6-dır mı yoxsa? Bu qədər cüt sayda olanları evdə işləyərsiniz.